Mənə əcaib gələn və çox gülməli gələn videolar, ümumiyyətlə yazılar olur ki, bir insana necə özünü sevdirə bilərsən, necə onu yanında tuta bilərsən, gedəni necə qaytarmaq olar və s. və ilaxır. Yəni necə yaxud da qız qadın tuta bilərsən, yaxud kişi tuta bilərsən. Yəni bunlar o qədər əcaib, o qədər gic gəlir ki mənə. Yəni bu manipulyasiyadır da. Və sonra da bu cür ünsiyyət yaradıb alınmayanda başlayırlar şikayətlənməyə. Yəni gecə-gündüz ətrafımda manipulyasiyalara gedən və bununla ünsiyyət yaratmaq istəyən insanlarla doludur və sonra da bundan şikayət edən və daima bax bu emosional bağımlılıqda olan, yəni bu cür insanlarla da ünsiyyət insanı yorur. Bir insanı xoşlaya bilərsən, kiminləsə ünsiyyət yarada bilərsən, fərqi yoxdur. Bu dostluq olsun, sevgidə olsun. Özünü olduğun kimi net ortaya qoyursan, alınar. Alınmırsa deməli ki, sənin insanın deyil. Sən ona ya dostluq edə bilməzsən, ya da sevgi yolunda yürüyə bilməzsən və hər kəs öz yolunu gedir və sənin olan gələcəksə sənə gələcək. Gəlməyəcəksə bu cür manipulyasiyalarında müvəqqəti olur və əksinə sənin psixikanı çox pozur.